Şəhid öz canından keçir. Baxın, insan öz doğması üçün ən dəyərlisindən keçməyənədək dəyərli ola bilmir. İnsanın dəyəri fədakarlıq göstərəndə fədakar olandır. Ata övladı üçün fədakar olanda gözəl ata olur. Əgər ana öz övladı üçün fədakardırsa gözəl olar. Amma əgər o vaxtından, canından, malından keçə bilmirsə, o zaman o fədakarlığı göstərə bilmirsə, o dəyərli ola bilməz, o qalıcı ola bilməz. O heç zaman tarixdə insanların yaddaşında qala bilməz. Baxın, o yaxşı cömərd insanlar insanların yaddaşında nəyi ilə qalır? Məsələn, biri dünyasını deyişəndə deyirlər, Allah rəhmət eləsin, çox əl-açıq kişi idi, çox mərd insan idi, səxavətli, mərhəmətli.